Bu ildən etibarən Azərbaycan Mərkəzi Bankının nəzarəti ilə seçilmiş 2 bankda İslam bankçılığı üzrə 2 məhsulun tətbiqi planlaşdırılır. Bu addım faizsiz maliyyə prinsiplərinə əsaslanan bank xidmətlərinə olan tələbatın ödənilməsinə yönəlib. Yeni məhsullar bank sektorunda alternativ maliyyə alətlərinin inkişafına şərait yaradacaq. Eyni zamanda bu təşəbbüs maliyyə sisteminin şaxələndirilməsinə və inklüzivliyin artırılmasına töhfə verəcək. Bəs İslam bankçılığı sistemindən kimlər faydalana biləcək? Mövzu ilə bağlı Missiyada danışan iqtisadçı Xalid Kərimli bildirib ki, İslam bankçılığından hər kəs istifadə edə bilər. Burada heç bir məhdudiyyət yoxdur. Sadəcə İslam bankçılığının qaydaları var. Faiz olmayacaq, bildiyiniz kredi götür faizi olmayacaq, amma əvəzində çoxlu müştərinin öyrənilməsi, müştərinin şəffaflığı, müştəri ilə işbirliyi, üstəgəl burada məsələ belə deyək də, birgə biznesdə nəticələrin bölüşdürülməsi. İqtisadçı qeyd edib ki, İslam bankçılığı istehlak və nağd pul kreditləri təqdim etmir. Pul krediti götürün faiz ödəməyin məsələsi yoxdur. Və yaxud da istehlak kreditləri olmalı. Adətən biznes və əmlakla bağlı kreditlər olur və burada da əmlakdan gələn gəlir və yaxud da biznesdən gələn mənfəət bölüşdürülür. Yəni biznes İslam bankçılığında da kredit var. Qazanc təbii ki, kredit verən qazanc əldə edir, amma başqa formada da, başqa sual olursa bildirin. Amma kim istəyirsə iştirak edə bilər prosesdə. Seyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.